İzləyicilərini salamlayıram. Bugünkü işimiz tuz gövdənin göstəriciləri panelidir. Yenə də görürsünüz, sürət göstərən hissə işləmir. Orta hissə göstərir. Qısır ışıqları yanır. Burada da yanır. Və tok потребление 0,82-83 amperdir. İndi bunu söküb araşdıracaq, görək problem nə idi. Platanı söktüm. Asılıq vasitəsilə platanı yoxladım. Deməli, ilk qarşıma çıxan nasaz element diod. Onu payka vasitəsilə platadan ayırdım yerdə yoxlamaq üçün. İndi multimetr vasitəsilə, multimetr qoymuşuq prazvonkaya. İndi yoxlayacaq onu. Bax, nə bir istiqamətdə, nə də əks istiqamətdə keçiriciliyi yoxdur. Sizə şübhlarda görsədim ki, bu multimetr işləyir. Yoxdur. Deməli, birinci növbədə nasaz element bunu əvəz eləyək və bir də platanı asılograf vasitəsilə analiz eləyək, görək digər hansı elementlər hansazdır və hansı element səbəbkardır ki, bu diodun yanmağına. Platanın birinin təmiri qurtardıq, boşağı yoxlayaq, görək nə göstərir. İşimizi yekunlaşdırdıq. Deməli, xarab olan ehtiyat hissələr dəyişildi. Elementlər. Bir də onu qeyd edim ki, platada çatda var idi. Onda bərpa elədim. Yığıb sizə göstərəcəm. Onu da qeyd edeyim ki, əvvəl uzatsa videonun əvvəlində tok потребление az idi, birdən az idi. Görürsünüz, tok потребление qalxıb 1.03, 1.01, 1.04 olmuyor. Platadakı çatda özü necə biruzə verirdi, bu tranzistor qızırdı. Platadakı çatı bərpa elədikdən sonra düzəldi, temperaturu qızmır. Plataların ikisində də təmir işləmizi bitirdik. Yığdıq priborkanın yerinə. Baxın, qısır kodların işıqları yanır, orta işləyir, sürət, speedometer, parkovka falan hamısı işləyir. Bu qısır kodlar da işləyir. Bu qədər.